Rəqsənə salam, xoş gördük səni. Bugün ərzində hava necə olacaq? Ümumiyyətlə, həftə ərzində hava proqnozu ilə bağlı hansısa məlumatlar varmı? Sən də eşitmək istəyirik. Salam Nuraynə, sabahınız xeyir olsun. Sizi və ekran qarşısındakı tamaşaçılarımızı salamlayıram. Bəli, həftənin ilk iş günündə yağmurlu hava ilə başladıq günə və elə səhər saatlarından etibarən paytaxt ərazisində intensiv şəkildə yağış yağır və elə siz fondakı mənzərədən də görürsünüz ki, hazırda paytaxt ərazisində qatı duman müşahidə olunur və artıq piyadalar üçün də görmə məsafəsi ilə bağlı hardasa bir məhdudluq yaranır. Çünki elə duman, qatı duman artıq yenə daha aşağılara qədər enib və havanın temperaturu da ötən günlərlə müqayisədə daha aşağıdır və bugün ərzində gözlənilən hava şəraiti ilə bağlı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti informasiyaları təqdim edib. Bugün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir tutqun olacaq və yağışlı olacağı gözlənir. Bəzi saatlarda, bəzi istiqamətlər üzrə yağışın daha da intensivləşəcəyi gözlənir və çətirsiz və əynimizi qalın etmədən evdən çıxmamaq əslində tövsiyə olunur. Çünki hava çox soyuqdur əslində. Havanın temperaturu da dediyimiz kimi ötən günlərlə müqayisədə daha aşağıdır. Bugün ərzində 10-13 dərəcə isti olacağı gözlənilir və atmosfer təzyiqi də normadan bir qədər daha aşağıdır, 763 mm civə sütunudur və nisbi rütubət də daha çoxdur, 80-95% arasıdır və bir məqamda qeyd edeyim ki, Azərbaycanın rayonlarında da əsasən yağmurlu hava şəraitinin olacağı gözlənilir və orada da havanın temperaturu ilə Bakıda və Abşeron yarımadasında olduğu kimidir və hətta bir qədər daha aşağıda havanın temperaturu. Orada da havanın temperaturu gün ərzində 10-12 dərəcə isti olacaq. Eyni zamanda hətta bəzi dağlıq ərazilərdə qar yağacağı da proqnozlaşdırılıb və gün ərzində bizi yağışlı və qarlı hava şəraiti gözləyir. Havanın temperaturu da dediyimiz kimi daha aşağıdır və külək də müşahidə olunacaq. Gündüz saatlarından əsən şimal-şərq küləyi, axşama doğru şimal-qərb küləyi ilə olunacaq və bəzi saatlarda küləyin sürətinin daha da intensivləşəcəyi gözlənir və təbii ki, yollar sürüşkəndir, hava yağmurludur. İnsanlar üçün, piyadalar üçün də çətin anlar yaşana bilər. Ona görə də elə çölə çıxan hər bir kəs məhz hava şəraitinə uyğun eyni zamanda həm əynini geyinsin, həm də elə hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etsin. Çünki havanın temperaturu ötən günlərlə müqayisədə dediyimiz kimi daha aşağıdır və bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişlidirmi? Bununla bağlı da informasiya var. Tibbi meteoroloji proqnozlara əsasən havanın teməli bugün ərzində temperaturu yəni ötən günlərlə müqayisədə dediyimiz kimi daha aşağıdır və eyni zamanda tibbi meteoroloji proqnozlara əsasən bu cür hava şəraiti meteohəssas insanlar üçün təəssüf ki, əlverişsizdir və bu baxımdan da elə onların səhhəti üçün, nasazlıq yaranmaması üçün bəzi məqamlara hər zaman diqqət etdikləri məqamlara xüsusilə yenə yaddaşda saxlamalıdır. Çünki elə havanın bu cür keçəcəyi qatı duman dediyimiz kimi müşahidə olunur, yağışlıdır və önümüzdəki bir neçə gün ərzində də davam edəcək və bu baxımdan da elə hava şəraitini nəzərə alıb xüsusi diqqət etdikləri məqamları ön planda saxlamaqları zəruri hesab edilir və dediyimiz kimi bu cür hava şəraiti daha aşağı temperaturlu qatı duman müşahidə olunan güclü külək əsəcək dediyimiz kimi müxtəlif saatlarda bu cür hava şəraitdə dekabrın ilk 10 günlüyü ərzində davam edəcək. Hava proqnozu ilə bağlı çatdıra biləcəklərimiz bu qədərdir. Gün ərzində də bizi yağmurlu hava şəraiti gözləyir. Dağlarda da qar yağacaq və bu baxımdan da bu hava şəraiti ilə əlaqədar olaraq mütləq şəkildə insanlar elə hava proqnozuna uyğun olaraq həm geyinsinlər, həm də təhlükəsizlik qaydalarını bir daha xatırladaq ki, diqqətdə saxlasınlar. Söz yenidən sizdədir. Teşekkürlər Rəqsənə, geniş şəkildə məlumatları təqdim etdiyin üçün minnətdarıq.